Üçüncü mağazamız Daynes Azərbaycan idi. İndi gəlirik 10 ballıq qiymətləndirməyə. 1. Qarşılama və xidmət. Qarşılama super idi, gördüyünüz kimi. Qardaş bizi də bağrına bastı. Ona görə biz qiymət qıra bilmirik. Xidmət əla idi. Çay yenə də vermədilər, kofe vermədilər. Hörmətimiz bu qədərdir. Nə qayraq? Vermədi də bizə, bir çay vermədi. Vəziyyət oladı sana. Lavaz abi, super. Ədəni çək qutarmış dedim. Yandırdı neysən bizi. Kofe də verdi, oradan o xalı düzəltdik. Qiymət səviyyəsi olaraq qiymətləri pis deyil. Təbii ki, nəzərə alın ki, bu mağaza, bu brendlər ümumiyyətlə, bu mağazada sərgilənən brendlər dünyanın ən bahalı brendləridir və ən keyfiyyətli top brendləridir. Yəni, burada da gəlib siz 100 manata kaska almaq fikrində olmayın. Buradakı keyfiyyət öz sözünü deyir və qiymət də ona uyğun hesablanıb, tənzimlənib.